Deməli belə. Bayaq sizinlə nida cümlələri haqqında danışdıq. İndi isə gəlin nida cümlələri ilə bağlı testlərin izahlarına baxaq. Gördüyünüz kimi dim testindən, test toplusundan 2023-cü ikinci hissə testinin məhz exclamatory sentence, yəni nida cümlələri bölməsinə baxaq. Nida. İlk öncə birinci testdən başlayaq. Baxaq gör nə deyir. Choose the correct exclamatory sentence. Düzgün nida cümləsini seç. Və siz bilirdiniz ki, what nida cümlələrimiz what ilə və bir də how ilə başlayırdı. What'dan sonra isim gəlirdi. Ancaq how'dan sonra sifət və ya zərf gəlirdi. What'dan sonra o halda sifət gələcək ki, ondan sonra isim işlənsin. Və cümlənin sonunda mübtədə xəbər şəklində işlənməlidir. What amazing shoes you have. Birinci cümləmiz tamamilə doğrudur. Çünki amazing burada shoes-un qarşısına işlənib, shoes cəmdədir deyə. What'dan sonra hansı bir article işlənmir. Düzgün cavab A variantıdır. Bəs niyə B olmadı? How amazing-dən sonra shoes, yəni sifət, isim ola bilməz. Bu səhvdir. What amazing shoes have you got yox? You have got olmalıydı. Have you'dan sonra işlənməli. Çünki mübtəda və xəbər, yəni yan-yana gəlməli idi. How amazing shoes have you got? Yəni dediyim kimi how sifət üstə gəlsə isim ola bilməz. Bu səhvdir. Bu səhvdir. What an amazing shoes. Shoes ayaqqabılar demək cəmdədir və cəm isminin qabağında hər hansı bir artikel işlənməz. Düzgün cavab variantı idi. İkinci testə baxırıq. Choose the correct exclamatory sentence. Yenə düzgün nida cümləsini seçirik. What a lovely sight it is. Sight görünüş, mənzərə deməkdir. Sa ilə bilən tək isimdir və əvvəlində artiklı bir saniyə. Əvvəlində artiklı işlənir. Buna görə bu doğrudur. Bəs B niyə olmadı? How a lovely, how'dan sonra artiklı işlənməz. Öncə bu səhvdir. What a lovely sight is it yox. Mübtəda sonra ardınca xəbər işlənir. It mübtədamız, is isə xəbərimiz. Bu formada olmalıdır. Ona görə C də səhvdir. How'dan sonra artiklı işləməz deyil, səhvdir. What a lovely sight artiklı cəm isminin qarşısına işlənmir. Sights'ın qabağında işlənmir. Ona görə bu da səhvdir. Düzgün cavab A variantı idi. Gəldik. Burada da yine təhlillərimizi bu formada apardıq. 3 nömrəli testə baxırıq. Choose the correct exclamatory sentence. Düzgün nida cümləsini seçirik yine. What a wonderful düzdür və opportunities isim cəmdir. Cəm ismin qabağında artiklı işlənməz. Ona görə A səhvdir. What a wonderful opportunity is it yox. Olmalıydı it is. Ona görə bu da səhvdir. How'dan sonra artiklı gəlməz. Bu da səhvdir. How'dan sonra artiklı gəlməz. Bu da səhvdir. What a wonderful opportunity it is. Düzgün cavab Y variantıdır. 4 nömrəli testimizi keçid edirik. Choose the correct exclamatory sentence. Düzgün yeni nida cümləsini seçdiyir. How big feet. How'dan sonra sifət isim qaydası ola bilməz. Onun üçün bir səhvdir. What a big feet. Feet cəmdə cəm isim qabağında artiklı işlənə bilməz. Bu da səhvdir. How big feet sifət isim ola bilməz burada. Ona görə bu da səhvdir. How big feet he has, what big feet he has got. Bu tamamilə doğrudur. Çünki what'dan sonra sifət isim və cümlənin sonunda da mübtədası və have got, has got xəbər gəbdir. What the big feet, bu isə ola bilməz artıq. Düzgün cavab D variantı idi. 5-ciyə baxırıq. Choose the correct exclamatory sentence. Düzgün nida cümləsini seçirik. What smart the children. What-la o başlayan nida cümlələrində Z artikli ola bilməz. A səhvdir. What a smart children. Children cəm isimdir. Cəm ismin qabağında artikli ola bilməz. B səhvdir. How smart children have they got şəklində ola bilməz. Olmalıdır. They have got, yəni mübtəda və bunlar xəbər. Bundan əlavə house gəlsin sifət,
isim qaydası ola bilməz. Bu səhvdir. How smart children they have got. How'dan sonra sifət cümləsi isim ola bilməz. Bu da səhvdir. What smart children they have got. What'dan sonra sifət cümləsi isim gəldi. Cümlənin sonunda da they mübtədadır. Have got isə cümlənin xəbəri arcaq doğru qurulub. Düzgün cavabına görə Y variantıdır. Alt nömrə testimizə baxırıq. Choose the correct exclamatory sentence. Yine düzgün tercüme seçeceğiz. How sweet is. Is cümle ortasında hiç bak olabilmez yoldaşlar. Ona göre A variantı səhvdir. How sweet is. Yine is burada görürsünüz ortadadır. Ona göre bu da səhvdir. What a sweet jam. Jam sayılı bilmeyen isimdir. Mürəbbə deməkdir. Əvvəlində ona göre E artıklı ola bilməz. C getdi. How sweet the apple jam is. Demək, how'dan sonra sifət gəlir. Sonra the apple jam cümlənin mübtədasıdır deyə bana artıq işlənibdir. Və is də cümlənin xəbəridir. Düzgün cavab bəldə idi. Niyə iyi olmadı? What sweet apple jam is. Və burada cümlədə mübtədamız yoxdur. Yəni it is yazsaydı belə bunu biz düzgün götürərdik. Düzgün cavab D variantıdır. Y də səhvdir. Choose the correct exclamatory sentence. Düzgün tərcümə seçilməlidir. How talented the student is. How olanda mübtədanı əvəz eləyən ismin qarşısında nə işlər dediyimiz kimi Z artıq işlər doğrudur. How'dan sonra sifət gəlib düzdür. Is cümlənin xəbəridir. Bu doğrudur. Gəldi ikinciyə. What talented the student is. What olanda mübtəda xəbər yan yana gəlir. Ancaq Z artıqlı orada işlənə bilməz. Bu səhvdir. What a talented student is she yox. Olmadı. She is. Ona görə bu da səhvdir. Yəni səhv olan bu doğru idi. B, C səhvdir. D-yə baxaq. What the talented student she is. Student söz sayılabilən tək isimdir. Ona görə bəndə E artıqlı olmalıydı. Ona görə bu səhvdir. How talented student. How'dan sonra sifət. İsim ola bilməz. Ona görə Y də səhvdir. 8 nömrə testimizi keçiririk. Choose the correct exclamatory sentence. Düzgün cümlə seçilməlidir. How high is. Is cümlə ortasında ola bilməz. Yoldaşlar səhvdir. How is. Is cümlənin əvvəlində ola bilməz. Səhvdir. How high is sandstorm is. How'dan sonra sifət. Mübtədan və isim isim olduğunu əvvəlində ziyarət işləm doğrudur və cümlənin sonunda is xəbər işləm. Düzgün cavab C-dir. Niyə de olmadı? How'dan sonra E artıq ola bilməz. How high sandstorm is. Bu da sandstorm isim olduğu için qarşısında Z artıqlı işlənməli idi. Ona görə bu da səhvdir. 9 nömrəli. Choose the correct variant düzgün variant seçirik. Good friends you have. Deməli, nə işlənibdir? Baxırıq. Sifət, isim olanda nə işlənir demişdik? What düzgün cavab Y variantıdır. What E ola bilməz çünki friends sözü cəmdədir. Ona görə bu səhvdir. Choose the correct variant düzgün variant seçirik. Long zenil. İsmə və zenil sözün qarşısında Z artıq işləm. Deməli, əvvələ yazırıq biz how. Düzgün cavab A variantıdır. Choose the correct exclamatory sentence düzgün tərcümə seçəcək. How talkative they are children. Deməli, how'dan sonra sifət gəlibdir. Mübtəda zeydi və arda burada öz yeni cümlə xəbər işləmdir. Düzgün cavab A variantıdır. Niyə bəs B olmadı? How'dan sonra sifət isim ola bilməz. Bu səhvdir. What sifət isim cümlənin sonunda da mübtədası və xəbəri. Bir dəqiqə they are şəklində işlənməlidir. Burada children sözü what talkative children What talkative children they are. Düzgün cavab bu da C variantıdır. A variantı səhv. Çünki how talkative they are olmalıdır. Cümlənin sonunda children sözü işlənə bilməzdi. What talkative they are children. Bu da yenə children sözü burada işlənməz. Bu səhvdir. Və gəldik Y variantına. What they are talkative. Bu da səhvdir. Düzgün cavab oldu. What talkative children are. İndi bu sistemini səliqəyə salaq. Nə olduğunu qeyd edək.
Deməli, B variantımız səhv idi. How B səhv idi. C variantı doğrudur. D variantı da səhvdir. Y də səhvdir. Onuncu nömrə testimizdən davam edirik. Choose the correct exclamatory sentence. Düzgün iddia cümləsi seçilməlidir. How successful people they are. How'dan sonra yenə dediyimiz kimi sifət, isim ola bilməz. Bu səhvdir. What sifət, isim, successful people they are ifadə tamamilə doğru. Düzgün cavab B. 13. Choose the correct variant. Düzgün variant seçirik. How the difficult. How'dan sonra birbaşa z artiklı sifət qarşısını işləyəbilməz. Bu səhvdir. How difficult questions they are. How sifət isim ola bilməz. Bu da səhvdir. How difficult the questions are. How'dan sonra sifət gəlibdir. The questions isim cümlə mübtədasını əvəz edibdir və qarşısında z artiklı işlənir. Bu doğrudur. Düzgün cavab C variantıdır. C. 14. Choose the correct variant. Düzgün variant seçirik. Beautiful eyes. Sifət, isim cəmdədir deyə birbaşa yazırıq. What. Düzgün cavab C. 15. Choose the correct variant. Düzgün variant seçirik. Colorful socks. Sifət, socks, isim cəmdə. Olacaq nə? What. Artikl olmaz çünki socks sözü cəmdədir. 16. Choose the correct exclamatory sentence. Düzgün nida cümləsi seçilməlidir. How'dan. How'dan sonra z artiklı işləyə bilməz. A səhvdir. How SCC questions are. How'dan sonra sifət. Mübtəda əvəzinin ismin qarşısında z artiklı işləm. Doğrudur. Düzgün cavab B'dir. C'yə baxaq. How are. Are öndə işlənə bilməz. How is the are. Are cümlə ortasında işlənməz. Ən sonunda işlənməlidir. How the questions. How'dan sonra birbaşa z artiklı gələ bilməz. Düzgün cavab B. 17. Choose the correct exclamatory sentence. Yenə düzgün iddia cümləsi seçiləcək. What difficult. Difficultdan sonra isim gəlməli idi. Ona görə A səhvdir. Bunda Z artiklı ola bilməz. How a difficult. How'dan sonra E artiklı işlənə bilməz. A, B səhvdir. C. How difficult situations is it. How'dan sonra sifət isim qaydası ola bilməz. Ona görə bu səhvdir. What a difficult situation it is. Düzgün cavab D. 18. Choose the correct variant. Düzgün variant seçiləcək. What it is. Cümlənin sonunda gördüyümüz kimi it, mübtəda, is, xəbər. Bu demək ki, bizim yazacağımız buradakı sifət isimdə isimimiz təkdə olmalı ki, odur. Ondan söhbət geçsin. What'dan sonra artiklı yazırıq və view sözü təkdədir. A doğrudur. B-də view sözü cəmdədir. Cəm ismi itlə əvəz edə bilmərik. Ona görə B səhvdir. What'dan sonra is işlənə bilməz. What'dan sonra Z artiklı işlənə bilməz. What are, what'dan sonra are işlənə bilməz. What'dan sonra birbaşa sifət isim işlənir. Əgər isim sayılı bilə təkdəsə və nə artiklı işlənir. Düzgün cavab A variantı idi. Belə hələ ki.